görürəm. Deyəsən siz bol-bol meyvə və tərəvəz yeyirsiniz. Uşaqlar, siz keçən məşğələmizdə tərəvəzlərin insan sağlamlığı üçün necə faydalı olduğunu öyrənmisiniz. Bugün isə tərəvəzlərdən nə hazırlayacağımızı öyrənəsiniz. Uşaqlar, gəlin əvvəlcə şəkillərə baxaq, tərəvəzlərimizin adlarını bir daha təkrarlayaq. Baxaq uşaqlar, bu nədir? Limon, tərəvəz, biber, soğan, makarna, qıyar, mamon. Aferin siz uşaqlar, tərəvəzlərimizin hamısını tanıyırsınız. Gəlin də deyə bilər, biz ən çox tərəvəzlərdən nə hazırlayaq? Ana yeməklərində tərəvəzlərdən istifadə edilir. Bir tərəvəzlərdən salat hazırlayırıq. Biz uşaqlar, biz tərəvəzlərdən həm dadlı yeməklər bişirir, həm də dadlı salatlar hazırlayırıq. Uşaqlar, bildiyiniz kimi payız fəslində bütün məhsulların yığımı başa çatır. İnsanlar qışa hazırlıq işlərini görür, anzuqaya yığılırlar. Biz də bugün qışa hazırlıq görəcəyik. Turşu hazırlayacaq. Uşaqlar, gəlin bu günün adını turşu günü qoyaq. Razısınız? Bəli. Onda papaqlarımızı, önlüklərimizi geyinək, işə başlayaq. Yeee!